məsələ sevgi məsələsidir. Bütün məsumlardan hədis var ki, din sevgidən başqa bir şey demir. Din leysə illa hubb. Elə deyir. Qəbul edirik də bunu da. Mənə. Deməli, yaxşı, indi bu sevgi məsələsi. Sevgi iki cür olur da. Bir var ki, sən özünü sevirsən deyə sevirsən. Yəni, özünküləşdirmək üçün sevirsən. Bir də var, sevirsən əsl sevgi, fədakarlıq göstərib sevirsən. Bir sevgi var, mənimsəyirsən, bir sevgi var, yəni özünküləşdirib. Bir də var sevgi, sən özünü verirsən fəda. Onun üçün rəhmətli Füzulinin o bir beyti kifayət edir ki, canı kim cananı üçün sevsə, cananını sevər. Kim cananına görə sevir ki, ondan bir mənə bu əmanətdir, o elə cananını sevir deməkdir. Kim ki cananını sevər, canı üçün öz canını sevər. Məlum? Kim ki cananı sevir, öz canına görə özünü sevir. Biri ego tərkibli sevgidir, biri isə fədakarlıq. Bütün məsələlər də fikir verirsən ki, bunun üstündədir. Hansı məsələ? Saat. Allah Teala Adəm əleyhissalamı yaratdı. Dedi, mən bunu sevirəm. Yəni, dolayısı yolla mən bunu sevirəm. Mənim xəlifəmdir. Yer üzündə canişinimdir, elədir. Bir dənə imtihan elədi. Görün, mənim sevdiyimi sevə bilirsən, həqiqətən sevgili sübut elə. Yəni, qanun budur ki, insan bir varlığı sevirsə və fədakarcasına sevirsə, egoistcəsinə sevirsə yox, fədakarcasına sevirsə, o onun sevdiyini də sevməlidir, ona verilən əmrləri də sevməlidir. Necə ki, Əbazər gəldi, yox əmrini aldı, itaət elədi, o birisi yox əmrini aldı, fitnə törətdi. O sevgi ki, onun içərisində fədakarlıq var, İslam onu bizə təqdim eləyir.